Salam kanalımın dəyərli izləyiciləri. Demək uzun müddət aradan sonra nəhayət ki uzun bir video çəkməyi planlaşdırdım və bu plan nədən ibarətdir? Qarşıma məqsəd qoymuşdum ki, bəs ayın 27-si, 28-i üçün bəs balıq səfərində olacağam. Bir neçə yoldaşlar var ki, hansı ki əlaqə saxlayırdıq ki, balığa gedəcəyik, həmin əraziləri gəzəcəyik, axtaracağıq və orada nə olacaqsa çəkib biz ətraflı balıqçı qardaşlara təqdim edək. Deməli bu plan nə idi? Nədən ibarət idi? 27-si günü Umud qardaşımla, Umud Umudov Saatlıdan balıqçı dostumuzdur. Bəs bunu da planlaşdırmışdıq ki, Qarandilliyə gedək və orada çox göl var. Çox göl var və Qarandilliyə getdiyimiz yolun üstündə də hansısa bir karyer mi, kanal mı olacaqsa onlara çəkib göstərək ki, bəs durna balığı var yoxsa yoxdur. Əsas məqsədimiz durna balığı axtarışına çıxmaqdır. Və bu Allah'a çox şükür ki çox gözəl istirahət elədik və orada çəkilişlər elədik. Getdik Qarandilliyə. Orada bilirsiniz ki göllər çoxdur, həddindən artıq çoxdur. Balıq da tapmaq elə yerdə biraz çətindir. Gəzdik, tapdıq. Az da olsa bir normal bir tapdıq. Bir hardasa 8 dənə durna balığı tutduq. Bir xeyli ağda durna balığı xırda karandaş dörgünə tutduq, bıraxdıq. Yəni biz onları götürmürük. Yəni bizlə ova çıxan insanlar bilinir. Qəşəng çəkiliş oldu və sabahsı günü bizim Həsən dostumuz bir də ki Əlsafı ilə danışmışdıq ki 28-ci günü və Sınıq körpəyə gedəcəyik, Şərbət Bozqopuya. Və o planımıza həyata keçdi. O da çox gözəl istirahət oldu, yadda qalan oldu. Orada biraz fərqli oldu. Fərqli oldu. Necə yəni fərqli oldu? Balıqlar da iri oldu. Sonra istirahət də fərqli oldu. Fərqli budur ki, yəni gecəyə qaldıq. Gecəyə qaldıq və orada onlar sazına atırdı. Mənim əsas məqsədim durna balığı tutmaq idi. O çəkib göstərmək. Bir də ki, mənim Şəkidən 1-2 balıqçı yoldaşlar var. Bir də ki, şəhərdən olan bir neçə balıqçı yoldaş var. Tez-tez zəng olur ki, bəs naqqa balığını harda tuta bilərik? Kürdən başqa. Mən dedim ki, inşallah səfərim var. Gedəcəm, orada durna balığına gedəcəm. Orada naqqa balığının olub olmamağı barəsində çəkib göstərəcəm. Bəs burada iki balıq, bəs durna balığı, bir də naqqa balığı. Amma bizlə gedən yoldaş Əlsafa o sırf sazan üçün gəlmişdi. Qəşəngdə tutdu. İnşallah indi bu 27-si, 28-ci günü olan səfərlərimi bəs cəmləşdirdim bir yerdə, bir video halına gətirdim, bir çəkiliş halına gətirdim və sizlərə təqdim etmək üçün. Hansı ki o yoldaşlar deyirdi ki uzun video olsun. Biz açaq videonu saatlarla oturub ona baxaq. Bəs onun üçün böyük bir video çəkdim ki sizin üçün baxasınız. Buyurun dəyərli dostlar, keçək gün videonu izləməyə. Qardaşlar, gəldik gölün qırağındayıq. Özdə kimlə? Umud qardaşımla. Umud qardaşımla demişəm nə qədər şuka harda varsa axtarıb tapacaq. İnşallah şukanın axtarışındayıq. Tapıb sizə çəkilişlər paylaşacağıq. İndi balıqçı dostlarımıza nə deyirsən? Buradan da dəyərli Zaurun izləyicilərinə, öz izləyicilərimə salamlarımı çatdırıram. Öpürəm sizi, bağrıma basıram inşallah. Nə çəkiliş olsa paylaşacağıq. İnşallah, inşallah. Allahın köməkliyi ilə bax gəlmişik. Yeri bax burada demirəm. Yəni əlaqə saxlasaq, yaxın yoldaşlar, görsən balıqçıdır, həqiqətən yer demək olar. Bırakan yerlərə yer haram, haram. İnşallah qardaş, inşallah. Yenə deyirəm. Zahir İsmailov İmişlidən Umud Umudov Saatlı. Bizim Aran bölgəsində nə qədər durna balığı varsa axtarıb hamısının yerin tapırıq da, tapacaq da, lazım olacaq yaxın qardaşları da dəvət edəcək gələcəklər. İnşallah.
İnşallah bizi izləyin. İzləmədə qalın. Başlayırıq ova. Hə, getdin sən. Hə, oldu. Allah balığı yetirsin. Mən də hazırlaşım gəlirəm. Bax qardaşlar. Uzun boğaz mütləq sapoq ya kombinzon ya uzun boğaz sapoq. Mütləq lazım, mütləq suyun qırağında mütləq lazımdır. Gəlmək istəyirsizsə, yəni bu şeylər olmalıdır. Suyun qırağına gələndə yəni demək lazımdır ki, falan şey bax yadımdan çıxdı, evdə qaldı. Ha? Ha görsən? Deməli, məsələ nədir? Sonra çubuq, karbon durna balığı üçün. Durna balığı üçün karbon çubuq olmalıdır. Yüngül. Yəni qolu qırmasın. Uzunluğu maksimum 2 metr. Pirtyonka 4 nömrə, 3,5. Sonra belə bax sancaq olmalıdır burnundakı. Pastayanı qaşığı dəyişə bilərsən. Ondan sonra da tros da var. Trosu da göstərəcəm. Tros da qoşulur. Çubuq mütləq karbon olsun ki, yüngül olsun. Arabandakı minimum durna balığında minimum 5000'lik, 7000'lik olsa lap yaxşıdır. Gücü çox olsun da. Yaman küləkdir. Yaman küləkdir. Və inşallah nə olur. Qaşıq deməli nə istifadə edəcəm? Birinci qaşığım həmişəki kimi bax. Həmişəki kimi birinci bunu sınaqdan keçirdəcəm. Çıxardım görsədim. Qaşıqlarım çoxdur burada. Bax qaşıqlarım görsən çoxdur. Çox. Bax belənçinə sumkam var. Burada nə var? Sumkada nə olmalıdır? Mütləq nə olmalıdır? Mütləq. Bir dənə kəlbətin. Aman külək var ha. Bir dənə zevnik durna balığın ağzını açmaq üçün. Bir dənə də kəlbətin. Qaşıqlar da heç olmasa bir 10 cür, 15 cür qaşıq olmalıdır. Buna da asılıq var. Bu pastanı böyrümüzdədir. Qaşıq. Qaşıq birinci bunu istifadə edəcəm. Tros, 10 santlıq tros. Bu trosu keçirdürük spilnikdən gələn sancağa. Все. Bax bu qaydada. İnşallah indi gedək balığımızı tutmağa. Bax bir dənə karandaş. Yəni biz bax karandaş deyirik. Karandaşdan yekə. İndi bunu yəni belə balığı biz götürmürük. Və konkret olaraq bilin. Çox adam deyir ki, gətir bizə. Yox, olmaz. Qardaş. Ha. Bu karandaşdır. Ba. Görsən? Görsən? Ged yaşa. Ged yaşa. Uş. Hoppa. Ged yaşa. Yekələri lazım. Yekələri. Hə qardaşlar, demək qonaq gəlib. Xanlar qəsəbədəndir. Qəsəbədən dostlar bax qonaqdır, bax. Xanlar. Lap yaxşı. Bax yaxşı da balıq tutub, bir dənəsini tutub. Babat. Görsə də o xanlar, zəhmət olmasa. Malyukla tutub intihası o.
Maluk deyəndə balığı qoşub yerin ucuna. Onlar kilo 200, kilo 300 olar, hə? Qəşəng. Bərəkət, Allah ardın yetirsin. Allah size de gelsin. Sağ ol. Traniklə atır demək. Traniklə atır. Tranikin ucuna balıq qoşub, atıb paplavok. Bax elənçinə, bax, suyun ortasında, bax orada paplavok. O qaydada atırıq. Görək də, biz də bilesini atırıq. Nə göstərəcək? Üstündədir. Hə. Hə. Gidip satmayız. Diridir o. O bu bu üstündeki balık. Odur da elə. Oradan geçti buraya. O maluk diyor o gəzən. Şuka hilləmir, şuka batırır. Arkasından hara kesmiş. Bir de bırak olmuş. Pastayanı telefonda danışırdıq. İntihası ha. Ha, Elçin? Ha, Rahman dostu. Rəhmanın dostu Elçin. Telefonda danışırdıq, qardaş. Allah yetirsin. Çox gözəl ki də rastlaşdıq. Allah balığı getirsin. Amin. Allah Tutub setkada da balığı var. Prosta ki malyukla atırlar bunlar. Balaca balıqla. Bax, burada setkasındadır. Var. Tova belə şey yoxdur. Balaca deyil mi? O başa şey eləməyək var. Allanmayaq, gedək yekə. Kardeşe verir. Ha? Daim dedi ki orada yaxşıdır. Ha? Dedi orada yaxşıdır. Orada yaxşıdır. Amma bunun yanında. Hı. Mən də orada yaxşıdır. Ha. Geçen mən də tutmuşam orada. Nerede dediler o kafanın. Gedək də, gedək yoxlayaq. Buranın balığına dəymə, qoy ölsün tutsun. Allah kömək olsun. Sağ ol. Ha, Abid. Gəzdük, dolandıq. Hələ ki tapa bilmirik yerim. Tutmuşuq, bir 2-3 dənə tutmuşuq. Xırdadır. Xırdadır. Yəni qənaət bəxş deyil. İndi çörəyimizi yeyirik, maşallah. Hər şeyimiz var süfrədə. Kasımın her şeyi var. Hə. İndi görək nə olur da. Allahın köməkliyinə elə biləm yaxşı olar. inşallah. Yaxşı olar. Elə axşama çox var. Hə, gəzib tapacaq. Gəzib tapacaq yerim. Burada da maşınlar var. Gəlib çıxmışıq belə bir yerə. Qapı bağlıdır. Qapının üstündə kullanıb keçəcək. Buradakı maşın dayanıb, yəqin ki, onlar da oraya gedib. Gedib gəzəcək. Dikə çıxsaq parsabat görükür. İran diyor da, deməyələ İran diyor. Hə, dəbə belə şey yoxdur. Gəlib İrana kimi çıxmışıq, hələ balıq. Hala balığı yok. Balıq var, zəifdir. Tapacaq, balığın yeri var da, gəzib axtarıb tapmaq lazımdır. Bitkə çörək yeyək. Saat neçədir? 2 var. Bir. Hə. Ondan sonra yenə başlayacaq axtarmağa. Hı? Deməli, qırağdan yer olmadı, məcburiyyət qarşısında lotkanı vurub girdim. Görək nə görsənir. İnşallah elə biləm yaxşı olacaq. Ataq yoxlayaq. Ya Allah.
Gəl. Ba. Birini də çıxartdım. Birini də çıxartdım, bax. Qismət eləmədim çəkməyə. Bax beləsinə. Elə. Yəni zəng eləyirəm. Şudur. Yemək olar. Ha, gət görək, Umud, gətir görək. Gətir görək. Qaldır güvə. Bərəkət, əhsən. Bax belə. Babatdır. Ha, belə dəyərli dostlar. Bax, bugünkü ovumuza yekunlaşdırdıq. Yenə də axtarışa çıxmışdıq Umud qardaşımla. Umud, qənaət bəxş də. Bax. Xırda yeşərli. Bax, beləsinə. Yəni durna balıqlardır. Bu çəkim. Belədir də, bax qardaş. Bax, beləsinə. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bəlkə də mən deyim, adama bir 15 dənə girin mənə karandaş. Karandaşı atmışıq gedib. 15 dənə girin mənə beləsinə atmışıq. Nə bilim vallahi. Belədir də. Bax, beləsinə. Qatlanacaq burada, hardasa. İnşallah indi yeni nəsə olsa çəkib göstərəcəyik də. Yer barəsində burada yazırlar. Yəni yer barəsində heç bir şey deyəməm. Keçdimi? Biri keçdi, qaldı balaca. Yer barəsində qətiyyən. Yəni bilsək ki, tanısaq kimdir, balıqçıdır həqiqətən, onda yer demək olar. Yəni belə bir sırış. Yəni problemdir yer barəsində. Hələlik inşallah çalışacağam ki, yeniliklər barəsində sizləri məlumatlandıram. Videonu bəyənib paylaşmağı unutmayın. Umud qardaş, bir söz deyirsən? Buradan da bütün balıqçı qardaşlara ürək dolusu salamlarımı çatdırıram. İzləmədə qalın, Zaur qardaşımı izləyin, məni izləyin. Umud ol, Zahir İsmailov. Hələlik. Çay süzdünmü? Adama bir dənə də çay vurub, yavaş yola düşəcək Allahın köməliyi ilə. Salam əziz izləyicilər. Əziz balıq həvəskarları, hər birinizi salamlayıram. Demək, həmişə dediyim kimi söz vermişdim ki, balıq axtarışında nə olsa, nə tutsam sizə təqdim eləyəcəm. Umud qardaşımla getmişdim. 7-8 nəsi oldu Qərəndilidə. Elə böyükdür. İndi bu günlər isə Sınıq körpüyə gəlmişəm, Sınıq körpüyə. Eşitdiyimə görə yaxşı burada durna balığı var. Görək də Allahın köməliyi ilə nə olsa tutub çəkib sizə təqdim eləyəcəm. Girən kimi bir iki dənə balaca tutdum, karandaş attım suya. Demək ki, görsədim. Bax, bu qaşıq görürsünüz. 21 qramdır. Hamısını yoxlayıram, hamısını. Hansını götürəcəksə onu da qalacam. Tros, 10 santlıq tros. Bax, burada belerin içində bir sancaq olmalıdır fırlanan. Sonra ana liniya, bax, burada da bir sancaq olmalıdır. Keçirdirsən bura. Ana liniya pörtiyonka eləmişəm. Karbon, yenə həmişək kimi yüngül. Sonra barabandakı Fish Komandorun barabanı həmişək kimi. Yəni mən sevirəm bu barabanı, yaxşı barabanı. İndi görək də, görək. Nə olsa çəkib sizə təqdim edəcəm Allahın köməliyi ilə. Ölüm adasına qolundayam. Yəni oraya girməmişəm. Ölüm adasının qoluna elə bir ki, ana qoldayam hələ. Gəzə-gəzə gedirəm. Vurub bir iki dəyə vurub babat. İntihası yaxşı götürmədi nəsə. Elə bir balıq key kimidir, nədir bilmirəm. Tutacam, gələcək. Bir hamsından
Tutacam yox. Aha, qaşıqları dəyişim. Yaxşı yerdə, gözəl yerdə, mənzərəli görsəlim. Spilnik atmışdım. Spilnika bir dənə naka tutmuşam burada. Bir dənə də çəkidir. Atmışam böyrümə. Bax, yer belənsinədir. Yer belənsinədir. Qıraqları atıb çəkirəm əsas. Əsas qıraqları atıb çəkirəm. Çürükür ya, arabir. Görürsən ki, şuka çürükür. Sonra gəlsin. Gələr inşallah. Ortada götürməyir. Əsas bax, qıraqları atıram. Qıraqlardan götürür. Demək, dəyərli dostlar, dünənləri Umudovla Qarandiliyə gelmişdik. Qarandili göllərini axtardıq. Hardasa 8 dənəsini tutduq. Elə də normaldır. Qarandili o göllərindən gedib tutmaq olar. Bugün isə Sınıq körpüyə gəlmişəm. Sınıq körpüyə gəlmişəm. 28 idi bugün, dünən 27 idi. Şimdi inşallah buradan ne olsa bir çəkib sizlə paylaşacağım. Yəni mən çalışıram ki, 2 gündən bir də olmuş olsa harda balıq var, harda gəlir, ətraflı məlumat verəm. Şimdi hal-hazırda Sınıq körpüdə qolla gedirəm. Qolla gedirəm, ölmə gedən qoldu bura. Biraz indi ağa cilli yerlər, qıraqları cil olan yerlər tapıb yavaş-yavaş atıb çəkəcəm. Nə olduqca çəkib göstərəcəm də sizə. Qaşığı göstərdim, sonra sancaqlardır, spilnikdir, barabandır, hamısını göstərmişəm. Yəni həmin şeylərdən. Prosta bir dənə dəyişdiyim qaşıqlardır. Qaşıqları tez-tez dəyişirəm, görürsən götürməyəndə yerindən asılıdır da. 500 metr geçsən, görürsən ki, orada tamam başqa qaşığı götürür. Burada tamam başqa qaşığı götürür. Ona görə də bir 10 dəfə, 15 dəfə attın, görün effekt vermədi, dəyişmək olar. İndi Allahın köməliyi ilə nə olacaqsa göstərəcəm. Tək dörəm. Əlsafi ilə gəlmişik, bir də Həsəndir. Onlar da o tərəfdə spilnik atır. Onlar spilnik atır. Çəki atır, sazana. Onlarda sazanı yoxdur ki, görək sazan var yoxsa yox. Su qırağa çıxanda onlar tutduğu da balığı çəkəcəm. Çəkib sizə göstərəcəm. Ki, biləsiniz ki, yəni burada balıq var, gəlir, gəlmir. Yəni Sınıq körpüyə gəlmək olar, yoxsa gəlmək olmaz. İnşallah izləyin, axıra kimi izləyin. Tam olaraq hamısını sizə təqdim edəcəm. Vurup görək nədir. Hoppa. Hoppa. Belə şey yoxdur. Bax, bu budur. Bu da. Oh, öküz, bir dənə də öküz. Əla. Gəl, səbəb. Baxılırsan.
Dostlar. Allah, Allah. Yavaş yavaş gelir. Yavaş yavaş gelir. Tutacaq. Allah'ın köməkliyi. Qoy görək. Yapıyorum. Yapıyorum. Be. Oy. Vay şu kanın. Böyle şey yok. Yani gibi. Şu kanın mətəsini deyəsən tapmışam. Ay tamam eyvallah. Pe. Ay çıx görüm he. Allah bereket versin. Pe. 5. Deməli bax bu qaşıqla. Bu qaşıqla yenə dediyim kimi sancaq, tros, bax belə. Tutacaq yavaş. Dostlar bax. Spinliklərimizi atmışıq, uzanmışıq, bomba kimi hava. Allah'a çox şükür ki, hər şey qaydasındadır. Samavar çayımız, baba. Çölün ləzzəti budur da, ocağımız orada. Yəni istirahət budur. Bütün stres qalıb rayonda. Qardaş, nə qaspılı yadbaşıyor. Tamam elə şey yoxdur. Bütün dərddən sərdən zor. Futbolumuz burada. Fenerbahçe'dakini söküldü. Həsən, yaxşı olacağım ben. Sökür ha, inşallah yaxşı olacaq. Allah'ın köməyində. Əldəki, əli gəvirin. Əli. Əli. İndicə çörək yedik. Əl qap elədik də. Ya Allah, salam və aleyküm, axşamınız xeyir. Nəfərsiniz? Balası qardaşlar, gəlin istirahət edin, dincəlin. Əli. Çölün yerini heç zad verməz. Bax, Əli, bax. Fə. Əla. Onun ləzzəti tam. Futbol çəkdim. Qırğın gedir burada. Fenerbahçe Antalya Spor. İşıq düşürdüğünü görürüm. İnşallah Allah Taala balığımızı yetirər. Allah'a emanet inşallah. Yəni gözləyirik. Gözləmədik. Aha. Yasif'te. Ay bu nedir? Oy. Akıllı. Bak böyle. Geliyorum. Gel. Ay yavaş. Ay yo, öyle yak. Allah bereket versin. İnşallah Allah ardın getirecek. Bu kaşık efekt verir burada. Direkt. Gelecek. Cilliyir. Cilsiz yere atırsan hiç dıngıt eylemir. Cilli yer olan kim ısrarcı götürür.
Bayaqdan baxırdım suyun dibinə. Təmiz idi. Götürmürdü. Gəldim cilli yerə çıxdım. Naxadı götürdü. Cilin arasında gizlənir. Gözləyir, yemi gözləyir. Evet. Oh, 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 oh. Bakın. Ay seni. Kaçtı. Kaçtı gitti. Lotka çarptırır. Böyle bunun için Allah başını zibil olsun. Lotka çarptırır. Cildi dibi. Görürseniz nətər gəlir. Var, burada var. Burada var. Elinden akadı hissedersen tap varır gelir. Tap. Pe. Lezzet verici, lezzet verici. Lezzet verici. Yaxşı. Oy, bər gəl ha. Ay, bər gəl. Sən belə şey eləmə. Pe. 5. Sayırsan, say. 5. Vallahi ballı. Buna baxay. Ona görə də özümü yeyib tökürəm ki, sınıq körpü qardaş, sınıq körpüdə olan durna balığı heç harda yoxdur. İnşallah Allah ağrını getirəcək. İnşallah Allah ağrını getirəcək. Bax belə dəyərli dostlar, 2 günlük balıq səfərimiz sona yetdi. Demək, Qərəndili, ondan sonra 27-28-də Sınıq körpü. Qərəndilidə Umud qardaşımla, bugün isə Həsən Əlsafa qardaşla gəlmişdik. İnşallah indi tutduğumuz balıqları da göstərəcək. Yəni 2 dediyimiz yerdən nəticə budur. İndi bugünkü Sınıq körpüdən tutduğumuz balıqları mən şuka, naxa tutdum. Əlsafa maşallah çəkisi də var, şukası da var, durna balığı. Çəkib sizə təqdim edəcəm onu. Yəni burada da vəziyyət beləsinədir. Bir dənə görsədim. Həsən. Qanlamısan balığı. Zəif oldu. Yeməkliyi var, Allah bərəkət versin. Yalan deyirəm, zəif oxşamır, çəkəcəm. Bura bax, Vüqar nə futbol oynaya bilir, ya da balıq tuta bilir. Vüqar, mən bu il eşitmişəm ki, sən balığa da getsən. O balığı da futbol kimi eləyirsənsə, heçsən, atvarla. Əli, bax bu çəkiləri tutmusan, o zəhmət olmasa onu görsətkinlə yemə. Mən gözümüz sizə. Sənə bugün nə qədər yem vermişdim? 50 dənə. 50 dənə. Hansı yemlərdir? Sənin pişirdiyin yemlərdir qardaş. Allah əli qolu var eləsin. Yap, super effekti var. Super. Qəşəng. Nətər lazımdır. Əla. Yəni balıq əkiyi qardaş indi zəif də olsa su qalsın. Zəif oldu. Yəni bax bu zəifdir. Bu Buna zəifdir. Bu qardaş. Şeydir. Adı su qalxır. Su qalxıb bu acıda zəifdir. Su qalxır. Bəli. O hardasa 1 kiloluqdur, bir də kilo yarım. O birilər də şukadır. Mən tutduqlarımı da indi göstərəcəm.
Bir dənə bunu da görsədək. Yəni gəldiyimiz yerdəki gül kimi təmizləmişik, gül kimi. Gələndə it günündəydi. O tərəflərə gedib baxıram, adamın ürəyi ağrıyır. And ola Allaha, salafandan yer yoxdur. Belə şey olmaz. Gələndə, ay dostlar, ay yoldaşlar, xahiş eləyirəm, yerinizi təmiz saxlayın. Gətirib doldurursunuz biraz zirzibili salafanları. Bunu Həsəncan kömək elə. Mənim setqam düzdür. Çəki yoxdur, intihası ağırdır. Bu gözlə, sudur. Bu tut sapığı gətirin. Bax. Yox, ehtiyac yoxdur. Sən bu görə çək. Girənmədi. Bax. Ha. Bax yerə bax. Bax gül kimidir qardaş. Gül kimi. Heç bir şey yoxdur. Bax axırda indi bunu gözləyəcək, yansın, qutarsın. Təmizləmişik. Amma o özə gəlmişlər o tərəfə. Tez salafanla doldururlar. Vallahi ayıbdır. Allah haqqı ayıbdır. Ya özünüzlə götürün aparın bunu. Bunu ya özünüzlə götürün aparın, ya da yandırın, qoymayın, çirkləndirməyin təbiəti. Sən o zəhmət ol. Gözlə. Gecə çatır ki. Hə, altı açılacaq o. Umud şukalara bax qardaş. Ay bu nədir? Belə şey yoxdur. Ha, bax, o şuka var. 3 var o. Olar. 3 kilo olar ha. Burada. Ha. O şuka heç 2-dir. Bax qardaş. Bax. Beləmsin. Naxa bir hardasa 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə naxadır. Yaxşını gətirmisən. Elə bəlkə də elə şukada 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə şukadır. Bir dənə çəkidir. Çəki elə yekə dur. Bax belə içinə də çəki. Bu da Əlsafan. Əlsafa çəkiləri qanlayıb bu günləri. Ay maşallah, ay maşallah. Hələ o qırıb gedənir demək göz. O kötüyə vuranı, o hepsi. Ona görə deyirəm ki, ilişkənli yerlərdir. 4 tiyə eləmə, 2 tiyə. 2 tiyə. İndi görürsən, mən o kələmdə deyirdim, 2 tiyə. Bax belə. Dəyərli dostlar, bax, bugünkü səfərimizdən də balıq ovumuz budur. Maşallah, yaxşı, yekə-yekə balıqlardır. Bərəkətli olsun. Bərəkətli olsun. Yandırdık onu. İndi sönsün. O zibillərimizi, yəni başqasının da zibili vardı, onu da təmizlədik. Tökdüyü görə tam yansın, qutarsın, gedək. Allah, bərəkətli olsun. 200 gün fasilə verək. 200 gün fasilə verək. Ondan sonra yenə də gələrik. O naxa taraz naxa da. Sən tutma yekə deyəsən. Ona gedər hə bu. O. Amma belə bax. Bax, belə dəyərli dostlar. İnşallah izləmədə olun. Videonu bəyəndinizsə orada like düyməsini basın. Videonu paylaşın. Olmaz süpür ki. Yox, dəymə. Dəymə qoy yansın. Heç nə olmaz. İnşallah növbəti çəkilişlərimizdə görüşənədək. Hələlik. Bu balığı elə. Davayı. Allah Gedək. Yolçun yolla gələr. Bölünlər. Təbii. Ədalətli bölünmüş istəyirsən? Yox. Ədalətli. Ədalətsiz. Onda